Uşaqlar hazırsınızsa başlayırıq. Əvvəlcə mən biraz ümumi məlumat verəcəm, daha sonra isə suallar ekrana gələcək. Mövzumuz kompüter qrafikası. Önəmli mövzudur. Önəmli mövzulardan biridir, daha doğrusu. İlk öncə kompüter qrafikasının növləri haqqında danışacağıq. Kompüter qrafikasını iki fərqli formada növlərə, hissələrə ayırırlar. Burada birinci yanaşmamız, birinci bölgü obyektin yaradılma texnologiyası baxımından olan bölgüdür. İkinci isə yaradılan obyektin görünüşü baxımından olan bölgüdür. İkinci daha sadədir. Ona görə əvvəlcə bu ikinci haqqında qısa şəkildə danışacağım, sonra keçəcəyik birinciyə. Yaradılan obyektin görünüşü. Baxın aşağı tərəfdə 2D obyektlər və 3D obyektlər. 2D obyektlər, yəni müstəvi formasında olan riyaziyyatdan bildiyiniz anlayışdır, müstəvi formasında olan fiqurlardır. 3D fiqurlar isə həcmli fiqurlardır. Ümumiyyətlə, kompüter qrafikası deyəndə proqram təminatı mövzusundan bilirsiniz. Təsvirlər yaratmaq və ya mövcud təsvirlərin üzərində işləmək üçün, şəkillər üzərində işləmək üçün olan proqramlar başa düşülür. Yəni, bura aid olan proqramlar bu tip proqramlardır. Və indi gəlirik bu birinci bölgüyə. Birinci bölgü obyektin yaradılma texnologiyası baxımından olan bölgüdür. Burada raster qrafikası, vektor qrafikası və fraktal qrafika var. Bunlar haqqında qısa-qısa məlumat verəcəm, sonra hər biri haqqında detallı danışacağıq. Detallı deyəndə ki, bizim proqramımızda əsasən raster və vektor qrafikası var. Fraktal haqqında elə uzun bir məlumat yoxdur. Birinci, əgər söhbət raster qrafikasından gedirsə, bu qrafikada obyektlər piksellər vasitəsilə yaradılır. Əvvəlki mövzulardan artıq pikselin nə demək olduğunu bilirsiniz. Təsviri təşkil edən kiçik nöqtələr. Vektor qrafikasında obyektin yaradılma texnologiyası biraz daha fərqlidir. Burada xətlər, sadə, həndəsi obyektlər vasitəsilə obyektlər, təsvirlər yaradılır. Və üçüncü fraktal qrafikadır. Fraktal qrafika digərlərindən biraz fərqlənir. İndi belə bir şey deyim uşaqlar. Baxın, tutaq ki, vektor qrafik redaktor, CorelDRAW proqramı. CorelDRAW proqramında məsələn, sən bir dənə kvadrat çəkirsən. Burada indi mən ekranda çəkdiyim kimi mouse vasitəsilə götürüb kvadratı çəkə bilirsən. Amma fraktal qrafikada vəziyyət fərqlidir. Fraktal qrafikada sən düstur yazırsan və sənin yazdığın düstura uyğun proqram obyekti formalaşdırır. Misal üçün, sadə bir şeylər, sizə yaxın olan bir şeylər fx bərabərdir, sinus x yazırsan və avtomatik olaraq proqram sinus x-in məsələn qrafikini qurur. Və yaxud da hər hansı düsturlarla belə fərqli dizayna malik obyektlər yaradırsan. Deməli, bunu bir də deyirəm, bu çox önəmlidir. Vektor qrafikasında və ya raster qrafikasında, məsələn Photoshop kimi proqramlarda və ya CorelDRAW kimi proqramlarda obyektləri sən özün yaradırsan, mouse vasitəsilə çəkirsən. Biraz əvvəl göstərdiyim nümunə. Məsələn, bayaq kimi yenə düzbucaqlı çəkdim. Amma fraktalda sən düstur yazırsan, sənin yazdığın düstura uyğun olaraq avtomatik olaraq obyekt formalaşır. Yəni, proqram özü obyekti yaradır. Başqa bir misal deyim. Misal üçün x kvadratı plus y kvadratı bərabərdir 25. Bu çevrənin tənliyi idi, səhv eləmirəmsə. Məsələn, bunu yazırsınız, radiusu 5-ə bərabər olan çevrəni avtomatik olaraq proqram qurur. Fraktal haqqında orta məktəb kitablarında məlumat azdır, adı çəkilir, amma daha çox məlumat raster və vektor qrafikası haqqındadır. Ona görə biz də əsasən raster və vektor haqqında danışacağıq. Amma ümumi olaraq fraktal haqqında məlumatınız olsun. 2D, 3D də var təbii ki, orta məktəb kitablarında, amma burada danışacaq o qədər çox şey yoxdur. Yəni, bunun məntiqi sadədir. Keçirik növbəti hissəyə. Raster qrafikası və raster qrafikası ilə bağlı olan önəmli anlayışlara baxacağıq. Deməli, birinci növbədə buradakı ardıcıllıqla gedirik. Raster qrafikasında ekranda görüntünü piksellər yaradır və bütün piksellər eyni ölçüyə malik olur. Uşaqlar, bizim proqramımız 5-11-ci sinif orta məktəb kitablarına əsasən qurulur və burada gördüyünüz cümlələrin bir çoxu, əksəriyyəti kitab cümlələridir. Niyə bu formada yazmışam? Çünki imtahana o şəkildə düşür. Amma siz burada olan hər şeyin məntiqini, mahiyyətini də başa düşməyə çalışmalısınız ki, mövzunu yadda saxlamaq, qavramaq sizin üçün daha rahat olsun. Raster qrafikasında ekranda görüntünü piksellər yaradır və bütün piksellər eyni ölçüyə malik olur. Bununla bağlı biz çoxlu məsələlər işləmişik. Bax, həmin məsələlərlə əlaqələndirə bilərsiniz. Hansı ki, biz bu tipləri tez-tez görürük. Deyək ki, təsvir 256, 512
pikseldən ibarətdir. Yəni ölçüsü budur və misal üçün 128 rəng çalarına malikdir. Burada necə edirik? 256 vuraq 512, buradan da 7-ni götürürük, vururuq 7 bitə. Bax, raster qrafikasında ekranda görüntünü piksellər yaradır. Bu 256, 512-ni bir-birinə vuranda bütün piksellərin sayını tapırdıq. Çox eləmişik bunu. Bütün piksellər eyni ölçüyə malik olur. Burada ölçünü fiziki ölçü olaraq da götürə bilərsiniz. Məsələn, tutaq ki, pikselin ölçüsü millimetrin 1/10 qədərdir. Bir tərəfinin ölçüsü. Və yaddaş olaraq da götürə bilərsiniz. Əgər rəng çalarlarının sayı, misal üçün burada dediyimiz kimi 128-ə bərabərdirsə, burada olan hər bir piksel yaddaşda 7 bit yer tutur. Yəni, bütün piksellər eyni ölçüyə malik olur. Həm fiziki olaraq, həm də yaddaş baxımından. Davam edirik. Kompüterdə piksellər vasitəsilə yaradılan və piksellərə uyğun bitlər şəklində yaddaşda saxlanılan görüntü raster qrafikası adlanır. Biraz əvvəl danışdığımızın biraz fərqli formasıdır. Yəni, raster qrafikasında təsvirlər piksellər vasitəsilə yaradılır və hər bir piksel müəyyən qədər yaddaşda, bu bitlər deyəndə bunu nəzərdə tutur, müəyyən qədər yaddaşda yer tutur. Raster qrafikasının üstünlüyü: mürəkkəb, dəqiq, real görüntülər yaratmaq və onlarla işləmək imkanı. Baxın, uşaqlar, bunu mütləq yadda saxlayırsınız. Siz fotoaparatla şəkil çəkirsiniz və ya telefonla şəkil çəkirsiniz. Sizin çəkdiyiniz bu şəkillərin hamısı piksellərdən ibarətdir. Və piksellər üzərində yaradılmış həm təsvirlər, həm də bu təsvirlərlə işləmək üçün nəzərdə tutulmuş proqramlar raster qrafikasına aiddir. Və yaxud da proqramlara raster qrafik redaktorları deyirlər. Raster qrafik redaktorlarıdır. Siz bu şəkillərin üzərində işləmək istəsəz, Photoshop kimi, Lightroom kimi proqramlar vasitəsilə işləyirsiniz. Və həmçinin əvvəlki dərsləri xatırlayası olsanız, qrafik planşet haqqında danışmışdıq. Hansı ki, mən hal-hazırda yazanda bu qurğudan istifadə edirəm. Məsələn, bir çox müasir rəssamlar qrafik planşeti kompüterə qoşurlar, Photoshopu açırlar və qrafik planşetin qələmli vasitəsilə başlayırlar şəkilləri çəkməyə. Yəni, raster qrafikası həm mövcud olan obyektlər üzərində işləməyə imkan verir, həm də sıfırdan şəkillər çəkməyə imkan verir. Yaxşı, bəs raster qrafikasının mənfi tərəfləri, çatışmayan tərəfləri hansılardır? Böyüklükdə təsvirin korlanması, yüksək keyfiyyətli təsvirlərin yaddaşda çox yer tutması. Bu böyüklükdə təsvirin korlanması məsələsini özünüz də müşahidə edirsiniz. Hansısa bir təsviri telefonda misal üçün böyütməyə davam edirsiniz. Bir yerdən sonra piksellər bilinir, görünür. Və əgər təsvir həddindən artıq çox yüksək keyfiyyətə malikdirsə, yaddaşda çox yer tutur. Və aşağıda raster tipli qrafik redaktorların adları var. Və təəssüf ki, bunları yadda saxlamalısınız. Amma burada asan bir məsələ var, uşaqlar. Raster tipli qrafik redaktorlar orta məktəb kitabında olanlardan söhbət gedir. Bax, onların adlarına baxın. Adobe Photoshop, Paint, PaintNet və s. İndi bir dənə bu qeyd elədiyim hissələrə baxın. Bax, burada foto sözü var. Burada paint, burada painter və yenə burada foto, paint. Bax, belə. Burada paint var, burada image var. Bax, bu tip sözlər olanların hamısı, bir dənə burada kənarda qalan budur, GIMP. Onda GIF-lə bir formada əlaqələndirib yadda saxlaya bilərsiniz. Yəni, raster tipli qrafik redaktorları yadda saxlamaq bu foto, paint, image sözlərinə görə çox rahat olur. Bunlarla əlaqələndirib rahat yadda saxlaya bilərsiniz. Orta məktəb kitabında olanlar bunlardır. Yəni, çox deyirlər. Düşünürəm ki, yadda saxlamağınız da çətin olmaz. Belə, davam edirik. İndi baxın, burada biraz əvvəl danışdığımız məsələ göstərilir. Sol tərəfdə gördüyünüz kimi şəkil əslində normaldır, keyfiyyətlidir, amma bax, bu qırmızı ilə bunun qulağının bir hissəsi qeyd olunub. Siz sırf bu hissəni yaxınlaşdırası olsanız, bu zaman pikselləşmə baş verəcək. Və ya burada gördüyünüz kimi sol tərəfdə normal görünür, sağ tərəfdə yaxınlaşdırmışıq və pikselləşmə artıq burada əks olunur. Bax, bu raster qrafikasının mənfi tərəfidir. Və indi suallarımız başladı. Raster qrafikası ilə hazırlanmış təsvirlərdə piksellərin çox olması keyfiyyətin yüksək olması deməkdir. Doğrudur, uşaqlar. Onsuz da bunun mövzunu keçməsəz də özünüz fikirləşə bilərsiniz də.
Məsələn, kompüterin yaddaşında və ya telefonun yaddaşında təsvirlər əgər keyfiyyətlidirsə, yaddaşda çox yer tuturlar. Raster qrafikasında piksel sayı yaddaşa təsir etmirdir. Yanlışdır. Piksellərin sayı nə qədər çox olsa, yaddaşda təsvir bir o qədər çox yer tutacaq. Raster təsvirin piksellərinin sayı artdıqca yaddaşda tutduğu yer də artır, doğrudur. Raster qrafikasında təsvir hazırlayarkən seçilən rəng sistemi yaddaşa təsir etmirdir. Yanlışdır. Niyə yanlışdır? Misal üçün 256 rəng çaları desə, hesablama zamanı nə edəcəksiniz? Vurulsun 8 deyəcəksiniz. Məsələn, 16 rəng çaları desə, hesablama zamanı vurulsun 4 yazacaqsınız. Bu da təbii ki, onu göstərir ki, rəng çalarları rəng sistemi və yaxud da yaddaşa təsir edir. Onsuz da 3 dənə parametr var da hesablamada. Təsvirin enindəki, hündürlüyündəki piksel sayı və rəng çaları. Bunların üçündən istifadə edirik. Nömrə 9. Bunu adi düzbucaqlığın sahəsi kimi də fikirləşmək olar. Biri 2 dəfə artır, biri 2 dəfə azalır deyə yekunda sahə dəyişmir kimi fikirləşmək olar. İndi gəldik vektor qrafikasına. Vektor qrafikası. Burada həm vektor qrafik redaktorlarının xüsusiyyətlərinə diqqət eləməlisiniz, həm də rasterdən fərqi nədir ona baxmalısınız. Vektor qrafikasında obyektlər xətlər toplusu kimi yaradılır. Bu xətlər riyazi düsturlarla əldə edilir və yaddaşda az yer tutur. İlk olaraq, bu cümlə orta məktəb kitabında kitab cümləsidir, yəni kitabda yazıldığı kimidir, amma daha düzgün formada belə deyirlər. Vektor qrafikasında obyektlər, xətlər və sadə həndəsi obyektlər, fiqurlar vasitəsilə yaradılır. Siz yenə də burada kimi yadda saxlayın imtahan üçün. Və bu xətlər riyazi düsturlarla əldə edilir. Amma uşaqlar, burada çox önəmli bir məsələ var, gərək onu qarışdırmayasınız. Bayaq dediyimi yenidən təkrarlayacağam. Bax, vektor qrafik redaktorlara, misal üçün, ən çox kitablarda görəcəyiniz, ən məşhur olanı CorelDRAW proqramıdır. CorelDRAW proqramında sən, məsələn, düzbucaq alətini götürüb, belə düzbucağı mouse vasitəsilə çəkirsən. Sən özün çəkirsən. Bayaq demişdim, fraktalda düstur yazırsan. Burada mouse'u götürüb çəkirsən. Və ya mouse'u götürüb yenə bir dənə xətt çəkirsən. Və bu proqram yaddaşda y bərabərdir kx plus b. Riyaziyyatdan bildiyimiz. Bunun kimi tam belə deyil, çünki xəttin uzunluğu və s. əlavə parametrlər də olur burada. Belə bir düstur yadında saxlayır. Və məsələ nədir uşaqlar? Siz götürüb belə qısa xətt çəkdiniz və ya uzun xətt çəkdiniz, fərq eləmir. Bu iki xətt üçün də yaddaşda düstur saxlanıldığına görə, yəni yaddaşda düstur saxlanılır. Xəttin uzun və ya qısa olması bir önəm daşımır yaddaş baxımından. Biz baxanda bu xətlərdən birini qısa, birini uzun görürük. Amma bunun üçün də y bərabərdir kx plus b kimi bir düstur və digər xətt üçün də yenə düstur yadda saxlanılır. Ona görə deyirik ki, vektor qrafikasında xəttin yaddaşda tutduğu yer uzunluğundan asılı olmur. Və ya belə də deyə bilərsiniz, baxın, belə bir düzbucaqlı çəkdiniz. Bu düzbucaqlı üçün CorelDRAW proqramı yaddaşda bir dənə düstur yaddaşda saxlayır. Siz bunun biraz böyüyünü də çəkəsi olsanız, o parametrlər, ölçünü göstərən ədədlər dəyişir. Amma yenə də bunun üçün də oxşar bir düstur yadda saxlanılır. Ona görə də bu iki dənə fiqurun həcmləri eyni qədər olur. Düstur
yaddaşda dayandığına görə. Bax, bu önəmlidir. Amma indi gəldik çaşdırıcı bir məqama. Baxın, Photoshop proqramı. Photoshop proqramında sən götürdün, tutaq ki, 5 santimetrlik bir xətt çəkdin. Belə. Photoshop proqramı vektor deyil, rasterdir. Və bir dənə də götürdün, onun yanında 2 dəfə daha uzun, 10 santimetrlik bir xətt çəkdin. İndi məsələ nədir? Əgər bu qısa xətt yaddaşda misal üçün 5 bayt yer tutursa, 2 dəfə uzun olan xətt yaddaşda 10 bayt yer tutacaq. Niyə? Misal üçün, burada tutaq ki, 50 dənə, elə-belə bir ədəd deyirəm, 50 dənə piksel var, yəni bu xətt 50 pikseldən ibarətdir. Yuxarıdakı da 2 dəfə uzunluqla 100 pikseldən ibarət olacaq. Ona görə bunu mütləq yadda saxlayırsınız. Vektor qrafik redaktorlarda xəttin uzunluğu yaddaşa təsir eləmir. Uzun xətt, qısa xətt eyni qədər yer tutur. Vektorda. Amma rasterda sənin çəkdiyin xətt piksellərdən ibarət olduğuna görə nə qədər uzun xətt çəksən, bir o qədər çox piksel istifadə olunacaq və uzun xətt yaddaşda daha çox, qısa xətt isə yaddaşda daha az yer tutacaq. Yəni, məntiqlə yadda saxlamaq olur əslində. Bu dediklərimi tam başa düşsəz, məntiq olaraq yadda saxlaya biləcəksiniz. Və vektor qrafikasının üstünlüyü yaddaşda az yer tutması, böyüklükdə keyfiyyət itkisinin olmamasıdır. Deməli, əgər siz piksellərdən ibarət, piksellərin işləyən bir proqramda, misal üçün Photoshop proqramında bir dənə dairə çəksəz, bu dairə piksellərdən ibarətdir axı. Sən bunun kənarına doğru yaxınlaşsan, bir yerdən sonra pikselləri görəcəksən, biraz əvvəl baxdığımız şəkildəki kimi. Amma bunu əgər vektor qrafik redaktorunda çəkmisənsə, bu dairə elə bir dənə obyektdir. Bir dənə obyektdir. Yəni, bunun hissəsi, pikseli yoxdur. Sən buna nə qədər yaxınlaşırsan, yaxınlaş, orada bir keyfiyyət itkisi olmayacaq. Belə. Vektor qrafikasının bəs mənfi tərəfi nədir? Real görüntülər almaq olmur. Buna görə də fotoqrafiya və rəsmlərin yaradılması üçün əlverişli deyil. Baxın, sən əgər bir dizaynersənsə və ya fotoqrafsansa, məsələn, insanların şəklini çəkirsən, fotoaparat vasitəsilə. Həmin şəkillər piksellərdən ibarətdir. Yəni, raster qrafikasına aiddir və sən ondan işləyəndə Photoshop, məsələn, Lightroom kimi proqramlardan istifadə edəcəksən. Burada artıq vektor qrafikası rol oynamır. Bax, demək istədiyi şey budur. Vektor qrafikasının mənfi tərəfi real görüntülər almaq olmur. Buna görə də fotoqrafiya, rəsmlərin yaradılması üçün əlverişli deyil. Və yaxud da sən qrafik planşeti kompüterə qoşub bir şəkil çəkirsənsə, bu zaman yenə sənin üçün üstün olan Photoshop kimi proqramlar olacaq. Yəni, raster qrafikası olacaq. Və aşağı hissədə vektor qrafik redaktorların adları verilib. Bunları mümkün qədər çalışırsınız, yadda saxlayasınız. Bir də orta məktəb kitablarında CorelDRAW, ODG, Adobe Illustrator, 3 dənəsinin sadəcə uzantıları var. Bunları rahat yadda saxlaya bilirsiniz. Bax, buradan bir hərf, buradan da 2 hərf CorelDRAW-da götürürsən, olur uzantısı. Adobe Illustratorda ilk hərfləri yenə götürüb, AI kimi bir uzantı olub. ODG-ni nə formada əlaqələndirə bilərsiniz? Burada G var, O var. D-ni də buradan götürsəz, bunu da əlaqələndirə bilərsiniz. Belə. İki qrafika eyni anda istifadə oluna bilər. Bəli. Necə? Misal üçün, sən CorelDRAW proqramında bir kitabın üz qapağını hazırlayırsan. Hər şeyi sıfırdan yığırsan vektor olaraq, amma kitabın müəllifinin şəkli də burada olmalıdır. O zaman sən məcbursan ki, kompüterin yaddaşından həmin adamın kitabın müəllifinin şəklini gətirib qoyasan bura. Normalda bu fotoaparat vasitəsilə çəkilmiş şəkildir deyə piksellərdən ibarət olur. Amma sən vektor tipli bir proqramda işləyirsən, bəli, ikisi bir arada ola bilir. Sintezləmək olur. Adətən vektor tipli qrafik redaktorlarda işləyəndə, bir çox hallarda bu dediyim kimi nümunələr lazım gələndə, bəli, vektor qrafikasının daxilində bunu edirlər. CorelDRAW-da elə bir şey ola bilməz yəni. CorelDRAW-da əgər sən yaratdığın obyekti Corel-da yaratmısansa, kənardan götürüb atmamısansa, heç vaxt orada piksel anlayışı yoxdur. Adobe Flash artıq yoxdur, hə. CorelDRAW proqramına sən çəkib hansısa bir şəkli atsan, adi
piksellərdən ibarət olan şəkli götürüb kompüterin yaddaşından atsan, hə, təbii ki, onu yaxınlaşdıranda orada pikselləşmə olacaq. Bu soruşduğunuz suallar, uşaqlar, biraz məni qorxuzur. Vektordan rastra, rastrdan vektora keçmək olur? Olur. Mən onu YouTube kanalımda olan bir videoda göstərmişəm. Vektorizasiya deyilən bir proses var. Piksellərdən ibarət olan təsvirləri vektora çevirmək olur. Tərsini də eləmək olur. Vektor tipli təsvirləri pikselə də çevirmək olur. Sadəcə bizim informatika kitablarının birində, indi yadıma düşmür kitabın adı, olmur yazılmışdı. Ona görə bu tip suallar gələndə mən biraz qorxuram. Amma YouTube kanalımda videolarda göstərmişəm onların çevrilməsini və s. Həmçinin o yaxınlaşanda piksellər artır, piksellər görünür, keyfiyyət aşağı düşür. Onların hamısını göstərmişəm. Sadəcə bu kompüterdə Corel-Draw hal-hazırda yoxdur deyə onu göstərə bilmirəm. Deməli, Udemy-də olan videoların aşağısında PDF olacaq. Həmin PDF faylı endirin. Axırda ən sonuncu səhifədə 3 dənə QR kod var. Biri Paint ilə bağlı videoya keçir, biri də bu dediyimiz məsələ ilə bağlıdır. Orada artıq raster vektorun fərqini vizual olaraq göstərmişəm. Oradan baxa bilərsiniz. Tam olaraq, yəni necə görünür, yaxınlaşdıranda keyfiyyət necə aşağı düşür və s. Amma bayaqki suala bir də təzədən qayıdıram. Sən əgər Corel-Draw proqramında hansısa bir obyekti sıfırdan yaratmısansa, kompüterin yaddaşından çəkib atmısan, o başqa. Bayaq dediyim misal var idi. Kitabın müəllifinin şəklini götürdün, qoydun kitabın üz qabığına. O piksellərdən ibarətdir. Onu yaxınlaşdırsan, piksellər görsənəcək. Amma sən özün nəsə çəkmisən, Corel-Draw proqramında nəsə yaratmısan, orada heç bir halda pikselləşmə ola bilməz. O mümkün deyil. Çünki piksel anlayışı yoxdur orada. Corel-Draw kimi vektor proqramlarda yaratdığın obyektlər piksellərdən ibarət olmur. Xətlər və ya sadə həndəsi obyektlər şəklində olur. Suallarımız. Bu biraz əvvəl dediyim anlayış idi da, vektor qrafikasında. Necə dedim uşaqlar, niyə səhv yazılır ki? Misal üçün, mən bir düzbucaqlı çəkirəm, yaddaşda saxlanılan isə düstur olur. Və ya xət çəkirəm, bunu bir neçə dəfə dedim axı. Y bərabərdir, kx plus b kimi bir düstur yaddaşda saxlanılır. Burada qarışdırdıq. Vektor qrafikasında təsvirin elementlərinin çox olması yaddaşa təsir etmir. Yaxşı, uşaqlar, tutaq ki, Corel-Draw proqramında işləyirəm. Götürdüm, bir dənə belə bir düzbucaqlı çəkdim. Və daha sonra, məsələn, xətlər vasitəsilə ev çəkmək istəyirəm. Bunun damını qoydum. Sonra yenə götürdüm düzbucaqlı alətini, bir dənə buradan cizgi film kimi bir şey yaradıram. Sadə bir şəkil. Bir dənə pəncərə çəkdim və bir dənə qapı çəkdim və davam edirəm. Baxın, hal-hazırda mənim yaratdığım obyekt 1, 2, 3, 4, 5 dənə elementdən ibarətdir. 2 dənə xət, bir dənə belə böyük düzbucaqlı, 2 dənə balaca düzbucaqlı. Hər bir elementi elə belə bir ədəd götürəcəm. 1 byte kimi fikirləşin, 5 dənə element deyil. Bu, ümumi olaraq yaddaşda 5 byte yer tutacaq. İndi bir də bunun daha sadə variantını fikirləşin. Bir dənə düzbucaqlı çəkdim, 2 dənə xət çəkdim, saxladım. Belə. Burada da hər bir obyekti 1 byte kimi fikirləşəsi olsaz, bu da yaddaşda 3 byte yer tutacaq. Vektor qrafikasında təsvirin elementlərinin, hissələrinin çox olması yaddaşa təsir etmir, deyir. Yəni, məsələn, bunun üçün bir düstur, bunun üçün bir düstur, bunun üçün də bir düstur yadda saxlanılır. 3 dənə düstur burada, 5 dənə düstur bunda. Suallarda diqqətli olun, tam oxuyun. Xəttin uzunluğu, qısalığı belə şey demir daxı bizə.
Fotoqrafiya sahəsində vektor qrafikası yox. Bunu da artıq bir neçə dəfə dedim. Photoshop kimi proqramlardan, yəni raster tip proqramlardan istifadə olunur. Bu doğrudur. Ölçüləri dəyişəndə yaddaşda tutduğu yer dəyişməz. Bunu axı dəfələrlə dedim. Xətt, uzun xətt, qısa xətt fərq eləmir. Təsvirin elementi dedikdə bir neçə xətt nəzərdə tutulur onda. Yox, təsvirin elementi bir neçə heç bir şey deyənmərik. Yəni təsviri yaradanda 50 dənə elementdən də istifadə edə bilər. Məsələn, düzbucaqlı, dairə, oval, bir çox şeylər var orada. Bir dənə obyekt isə nə olması heç bir önəm daşımır. Bu düzbucaqlı ilə bu düzbucaqlı eyni qədər yaddaşda yer tutur. Və ya bu xətt ilə vektor proqramlarda bu xətt eyni qədər yaddaşda yer tutur. Amma bir obyekti yaradanda 20 dənə xəttdən istifadə elədin, digərində 10 dənə xəttdən istifadə elədin. Yəni belə deyək də, misal üçün sənə deyir ki, Unicode-la yazılmış 10 dənə hərfdən ibarət söz. Nə qədərdir? 20 bayt. Unicode-la yazılmış 5 dənə hərfdən ibarət söz. Yəni orada sözlər necə ki, simvollardan ibarətdir. Burada da obyektləri yaradanda belə sadə həndəsi, hər hansı bir şey yaradanda sadə həndəsi elementlərdən, obyektlərdən, xəttlərdən istifadə edirlər. Yəni tam olaraq o mətnlərin kodlaşdırılması ilə eyni məntiqdir burada. 10 hərfli söz, 5 hərfli söz və yaxud da 10 dənə xəttdən ibarət olan element və ya 5 dənə xəttdən ibarət olan element. Sadəcə burada o ASC Unicode kimi deyə bilmirik də ki, misal üçün bütün xəttlər 2 baytdır, 1 baytdır. Burada elə bir konkret ölçü vahidi yoxdur. Vektor qrafik redaktorlarına çəkilmiş xəttin uzunluğu artarsa, yaddaşda tutduğu yer dəyişməz. Çünki düsturdur. O qədər danışdım, yenə səhv yazırız. Uşaqlar, artıq burada əvvəlki dərslərdən bildiyimiz şeylərə qayıdırıq. Bu mövzu əvvəlki dərslərlə də müəyyən qədər bağlıdır. İxtiyari qrafik informasiya ekranda piksellər vasitəsilə əks etdirilir. Burada çaşdırıcı və diqqət tələb edən bir şey var, uşaqlar. Ekranda. Bax, kompüterin texniki təminatı mövzusunda monitorla bağlı danışmışdıq. Kompüterin ekranı, telefonun ekranı. Monitor görüntünü əks etdirməkdən ötürü piksellərdən istifadə edir. Baxın, əgər çaşdırmaq üçün bu sualı verirlər, bir çox kitablarda var. Deyir ki, vektor tip qrafik redaktorlarda hazırlanmış obyekt ekranda necə göstərilir? Ekranda piksellərlə göstərilir. Və ya Photoshopda hazırlansın. Baxın, ekranın texnologiyası nədir? Monitor məlumatları bizə necə göstərir? Burada olan kiçik pikselləri rəngləndirir, işıqlandırır. O formada bizə məlumatı göstərir. Əgər monitorda nə ilə əks etdirir deyirsə, o proqram rasterdir, vektordur, heç bir fərqi yoxdur. Monitorun bir dənə texnologiyası var. Ekranda olan piksellər işıqlanır, rəngləndirilir və görüntü formalaşır. Ona görə cümlələrə diqqət edin. Dediyim kimi, çaşdırmaq üçün deyir. Misal üçün deyir, CorelDRAW proqramında hazırlanmış təsvir ekranda nə ilə əks etdirilir? Xəttlər, mətlər olmayacaq. O səhv cavabdır. Ekranda deyir çünki. Ekran ancaq piksellərlə görüntünü formalaşdırır. Arxa plandakı təsvir nə olur olsun, monitor ona baxmır. Monitorun bir dənə texnologiyası var. Və rəng dərinliyi anlayışı, uşaqlar, əvvəlki mövzulardan bildiyimiz bir şeydir. Hər bir pikselin yaddaşda tutduğu yer. Rəng dərinliyi. Hansı ki, 256 rəngli sistemdirsə, hər bir piksel yaddaşda 8 bit yer tutur. Və yaxud da bizə desə ki, rəng dərinliyi əslində düzgün adı bitdir, yəni bit dərinliyidir. Sadəcə orta məktəb kitablarında belə verilib, səhv tərcümə olunub, bilmirəm niyə belə yazıblar. Ona görə bu şəkildə də yadda saxlayın. Əgər desə ki, rəng dərinliyi və ya bit dərinliyi 8 bitdir, rəng çağrılarının sayı nə qədərdir? Bunu yazırıq 2-nin qüvvətinə. Həmişə dediyimiz şeydir. Və aşağı tərəfdə 2 dənə xüsusiyyətlər pəncərəsindən çəkdiyim şəkli görürsünüz. Burada sol tərəfdə Azərbaycan dilində, sağ tərəfdə isə ingilis dilində. İngiliscəsi budur, Azərbaycancası orijinalda budur, bit dərinliyi. Orta məktəb kitabında yazılan formatı budur, rəng dərinliyi. Və imtahan sualları da orta məktəb kitablarına əsaslandığına görə bunu mütləq yadda saxlayın. Düzgün olanı da bilin, düzgünü budur. Amma kitabda da belə yazılıb deyə. Yəni birdən imtahanda çıxsa qarşınıza birinci söhbət nədən gedir?
Bundan bağlı çox danışmışıq, ona görə üstündə qalmayacağım. Keçirik suallarımıza. Standart uşaqlar. 2 üstü 6. Təsvirin rəng çalarlarının sayı 4 dəfə artırılarsa, bit dərinliyi necə dəyişər? Uşaqlar, gəlin iş sadə olsun deyə ədəd qoyaq. Misal üçün deyək ki, birinci halda rəng çalarlarının sayı 16 idi. O zaman bir pikselin yaddaşda tutduğu yer olacaq 4 bit. İndi keçək ikinci hala. Deyir ki, rəng çalarlarının sayını 4 dəfə artır. 16 vur 4 nə olur? 64 olur. 64. Bu zamanda bir pikselin yaddaşda tutduğu yer 64 2 üstü 6'dır. Olur 6 bit. Başqa ədədlər də qoyub yenə eyni formada baxa bilərsiniz. Misal üçün biraz daha kiçik ədədlər götürək. Rəng çaları olsun 4. Bu zaman hər piksel yaddaşda 2 bit yer tutacaq. Bu rəng çalarlarının sayını artır 2 dəfə. Yox, 4 dəfə olsun rəng çaları 16 və burada da yenə hər piksel yaddaşda 4 bit yer tutacaq. 6 çıx 4, burada da 4 çıx 2 alındı. Riyazi olaraq başqa formalarda da baxmaq olar, amma sadə forması imtahan üçün, sürətli yazmaq üçün daha yaxşıdır. Uşaqlar, yenə belə yazacağım. Birinci hal. Təsvirin ilkin bit dərinliyi 5-ə bərabərdir. Hər piksel yəni yaddaşda 5 bit yer tutur və rəng çalarlarının sayı 2 üstü 5-dən olur 32, düzdür? Rəng çaları. İndi keçdim ikinci hala. Bit dərinliyi 2 dəfə artarsa, 5 bit idi. 2 dəfə artanda nə olur? Olur 10 bit. Bu zamanda 2 üstü 10-dan olacaq 1024 rəng çaları. Belə. Bunu belə birinci hal, ikinci hal belə səliqəli yazsaz asanlıqla alınacaq. Kompüter qrafikasının istifadə sahələri. Uşaqlar, burada artıq nəsə bir riyazi bir şey yoxdur, nəzəri yanaşmadır. Ona görə bu hissəni biraz sürətli keçəcəm. Elmi qrafika, işgüzar qrafika, konstruktor qrafika, obrazların tanınması, təsvir incəsənət və virtual reallıq. Nə deməkdir bunlar? Birinciyə baxırıq, elmi qrafika, elmi tədqiqat obyektlərinin vizuallaşdırılmasında istifadə olunur. Modelləşdirmə mövzusunun girişində bundan bağlı danışmışdıq. Misal üçün, haradasa vulkan püskürür, vulkan püskürməsinin kompüterdə 3D modelini yaradırıq, tutaq ki. Bax, bu birinciyə aiddir.
İşgüzar qrafika. Hesablamaların, statistik məlumatların hazırlanması, onların qrafiklə təsviri. Excel-də bundan bağlı da məlumatlar var, danışmışıq artıq. Məsələn, cədvəldə hansısa məlumatlar var və Excel-də diaqram qurub, diaqramlarla onu analiz edirik. Konstruksiya, yəni hər hansı bir şeyin konstruksiyasının qurulması. Bu da 2D ola bilər, 3D ola bilər, daha çox 3D olur. İnternetdə görmüş ola bilərsiniz. Villaların, evlərin, binaların çertyojlarını kompüterdə hazırlayırlar. Bina inşa olunmamışdan əvvəl. Bəli, çertyoj. Obrazların tanınması, bu hamımızın bildiyi bir şeydir. Telefonlarımızda olan o Face ID sistemi var. Yəni qurğu insanı tanısın. Bax, həmin şeydir. Təsviri incəsənət, bayaq mən sizə bir nümunə demişdim ki, qrafik planşeti, rəssam qoşur kompüterə, Photoshopu açır, başlayır şəkil çəkməyə. Bax, təsvir incəsənətə bunu aid eləyə bilərik. Virtual reallıq, eynəklər vasitəsilə eynəkləri gözümüzə taxıb özümüzü başqa bir yerdə görmək və s. Bu virtual reallıqdır. Təkcə eynəklərindən olmur əslində. Misal üçün, təyyarə pilotlarının təlimində, bir çox başqa yerlərdə bu virtual reallıqdan istifadə olunur. O, təyyarəyə oxşar bir formada olan, deyək ki, otağın içərisində əyləşir və sağ tərəfdə, sol tərəfdə, qarşı tərəfində monitorlar var. O monitorlar da bir növ təyyarənin pəncərəsi kimi görüntü verir. Və artıq təyyarə pilotu olmaq istəyən şəxs orada bir növ təlim keçir. Yəni, bizi əslində başqa bir yerdəymiş kimi göstərməkdən burada söhbət gedir. Və davam edirik. Növbəti hissədə 3D qrafikadan danışacağıq. 3D qrafika, VR-lar, eynəklər də bəli ora aiddir. Eynək olmadan biraz əvvəl dediyim kimi monitorlarla da bunu formalaşdırmaq olur. 3D qrafika, üç ölçülü, fəzada həcmli fiqurların və ya videoların yaradılması üçün istifadə olunan texnologiyadır. SketchUp proqramı var orta məktəb kitablarında. Qəbulda düşmür, qəbul proqramında yoxdur deyə biz onunla bağlı danışmırıq, amma adını bilməlisiniz. 3D proqramlara aiddir. 3D qrafikanın yaradılma prosesinin mərhələləri. Tutaq ki, üç ölçülü bir obyekt yaratmaq istəyirsiniz. Bu obyektlərin yaradılmasının 3 təməl mərhələsi var. Təbii ki, daha detallı ayrı-ayrı mərhələlər də var, amma biz orta məktəbdə nə yazdıqsa onu keçirik. 3D modelləmə, tərtibat və animasiya və render. 3D modelləmə, obyektin modeli hazırlanır, ilkin model hazırlanır, xarici görünüşü və s. Tərtibat və animasiya, obyektlərin hərəkəti və ya bir-birinə nəzərən yerləşməsi burada müəyyənləşdirilir. Obyektlərin hərəkəti nədir? Bəzi modellər hərəkət edir. Məsələn, Günəş sisteminin hərəkətli dinamik modelini tutaq ki, yaradırsınız. Günəş mərkəzdə, digər obyektlər də onun ətrafında hərəkət edir. Bax, tərtibat animasiya hissəsində bunu müəyyənləşdirirlər. Və ya bir neçə dənə obyekt varsa, hansı öndədir, hansı onun arxasındadır, bunları müəyyənləşdirirlər. Və son mərhələ render mərhələsidir. Obyektin yekun obrazının, daha real görüntüsünün yaradılmasıdır. Render prosesinə qədər sizin yaratdığınız obyekt çox da real görsənmir. Amma renderdən sonra son mərhələ ortaya çıxır. Render məsələsini təkcə 3D proqramlarda yox, məsələn, video montajda da görmək olur. CapCut proqramı böyük ehtimal ki, çoxlarınız istifadə edirsiniz. Telefondan da, kompüterdən də istifadə etmək olur. Misal üçün, orada video üzərində işləyəndən sonra hansı ki, ekranda belə bir hərəkət edir, gəlir, dolur, faiz və ondan sonra videonu görürsən. Bax, o da render prosesidir. Orada da video son hazır halına gətirilir. Bu 3 dənə mərhələni mütləq yadda saxlayırsınız. Bir çox yerlərdə bu render anlayışı qarşımıza çıxır. 3D proqramların əksəriyyətində dediyim kimi render var. Sadəcə Blender daha detallı formada iş görmək üçün istifadə olunan professional bir proqramdır. Ona görə biraz məşhurdur. Uşaqlar, bu dediklərimizi biraz daha yaxşı başa düşməkdən ötürü burada internetdən bir-iki şəkil götürüb qoymuşam. Yuxarıdakı şəkil, səhv eləmirəmsə, orta məktəb kitabından götürdüyüm şəkildir. Aşağıdakı yəqin ki, internetdən. 3D modelləmə və üç ölçülü model. Bax, sol tərəfdəkini, sol tərəfdə ağ rəngdə olan pişiyi renderdən əvvəlki versiya kimi, sağ tərəfdəkini isə renderdən sonraki versiya kimi fikirləşə bilərsiniz. İşıq, kölgə, rənglər və s. hər şey yerinə oturur, daha real bir görüntü əmələ gəlir. Və aşağı tərəfdə də eyni formada, sol tərəfdə ilkin çertyoj, sağ tərəfdə isə renderdən sonra daha real görünən format
verilib. Renderin mahiyyəti qısaca sadə formada budur. Və kompüter modellərinin hazırlanmasının əsas mərhələləri. Uşaqlar, bunu yenə biz modelləşdirmə mövzusunda, yəni qraflardan əvvəl nəzəri hissədə keçmişdik. Yəqin ki, bunlar tanış gələcək sizə, ona görə bunun üzərində qalmayacağam. Təsviri informasiya modelinin qurulması, formalaşmış modelin qurulması, formalaşdırılmış modelin, kompüter modelinin qurulması, kompüter eksperimentinin aparılması, alınmış nəticələrin təhlili və tədqiqat modelinin təkmilləşdirilməsi. Əvvəl uzun-uzun danışmışdım bunlarla bağlı sizə. Burada daha sadələşdirilmiş bir versiya var. Təsviri informasiya modeli qurulur, formalaşdırılmış model qurulur. Yəni, kompüterdən kənarda da modeli ilkin olaraq qura bilərsiniz. Sonra kompüter modelini qura bilərsiniz. Sonra kompüter eksperimenti yoxlayırsınız, hər şey düzgündür, düzgün deyil və alınmış nəticələri ən sonunda tədqiq edirsiniz. Əgər nəsə uyğunsuz bir şey varsa, yenidən prosesləri təkrarlayıb problemləri aradan qaldırırsınız. Şəkil orta məktəb kitabından götürdüyüm şəkildir. Yəni, imtahana düşərmi? Çox zənn eləmirəm, amma hər ehtimala qarşı baxsaz yaxşı olar. 3D qrafika və 3D qrafik redaktorlarının adları burada var. Bunlarda çox bir məntiq yoxdur. Adında 3D, 4D olanları rahatlıqla tapmaq olur. Blender məşhurdur. Autodesk məşhurdur. Maya məşhurdur. Autodesk əslində Autodesk istehsalçı şirkətinin adıdır. Daha çox dizayn sahəsində proqramlar istehsal edir, hazırlayır. Və üçölçülü obyektlərin çapı üçün 3D printerlərdən istifadə olunur. Uşaqlar, 3D printerlər haqqında orta məktəb kitabında məlumat var. Sinemada olan eynəklərin bundan heç bir əlaqəsi yoxdur. O sadəcə 3D görüntünü dəstəkləməkdən ötürü olan nəsə işığı bükür, nəsə fiziki bir şey eləyir o. Yəni, görüntünü daha 3D, daha keyfiyyətli görməyimizi təmin edən bir şeydir. Amma bizim normalda danışdığımız şeylər proqramlardır da, o fiziki bir şeydir. Yəni, o eynək nəsə işığın şüalarının üzərində oynama eləyir, işləyir və 3D-ni daha real görməyimizi təmin edir. Yəni, bizim danışdıqlarımız isə işin proqram tərəfidir. Yəqin ki, o dediyimiz şey nəyə aid olacaq? Fizikada optika bölməsi ilə bağlı bir şey olacaq. Onu fizika müəllimləri yəqin ki, daha yaxşı bilərlər. 3D printerlərlə bağlı orta məktəb kitabında məlumat var, amma buradan nəsə bir sual gələrmi, gəlməzmi, bilmirəm. Yenə də 3D obyektləri 3D printerlər vasitəsilə çap eləmək olur. Sistem layihəsi ilə bağlı məktəblərə 3D printerlər göndərilib, bir çox məktəblərə. Ola bilsin ki, bunları görmüsünüz. Bu filament dediyimiz plastik kütlə vasitəsilə müxtəlif üçölçülü obyektləri birbaşa bu qurğular çap eləyə bilir. Yəni, sürətləri biraz aşağı olur. Amma ümumi belə məlumatınız olsun, dediyim kimi, buradan nə tip bir sual düzəldə bilərlər, bilmirəm. Düşsə də yəqin ki, cavab vermək bu suallara çətin olmaz. Və rəng modelləri. Biz normalda RGB və SMYK haqqında əvvəllər danışmışıq. Nisbətən qısa danışmışıq. Burada artıq biraz daha mövzunu genişləndirəcəyik. Və ilk öncə, bax, burada bir təcrübə göstərilir. Əslində, bizim orta məktəb vaxtımızda bu təcrübə nədir? Bax, hər hansı bir fəza fiquru götürürlər, şüşədən olan bir fiqur və adi ağ işığı həmin fiqura salırlar. Xaric olunanda qaranlıq otaqda. Xaric olunanda artıq oradan göy qurşağı kimi rənglər ayrılır. Təbiətdə göy qurşağı necə yaranırsa, bax, həmin prosesdir əslində. Orada havanın rütubətli olması, yəni hava damlaları işığı sındırır, ağ işığı sındırır və nəticədə spektrlara, ayrı-ayrı rənglərə ayrılma prosesi baş verir. Bu təcrübədə təxminən onun kimi bir şeydir. Yəni, hava əvəzinə nəsə başqa bir cisimdən, şüşə ilə, başqa bir maddə ilə işıq qarşılaşanda bir çox hallarda belə rənglərə ayrılma prosesi baş verir. Bu fiziki bir prosesdir, çox informatikalıq bir şey deyil, amma informatikada birazdan baxacağımız bu RGB rəng modelini hazırlayanda bu fiziki prosesə əsaslanıblar. Necə əsaslanıblar? Bu işığın sınması zamanı ilk ayrılan rənglər red, green, blue, qırmızı, yaşıl və mavi rənglər olur. Və bu rənglər daha tez ağ işıqdan ayrılır, digər rəngləri də öz daxilində saxlayırlar. Ona görə bu RGB sistemində 3 tər rəngi müxtəlif dozalarda qarışdırmaqla yeni rənglər əldə etmək mümkün olur. Hal-hazırda ekranda bir şəkil görürsünüz. Bu simvolik bir şəkildir. Birinci növbədə yadda saxlamalısınız ki, RGB dediyimiz sistem işıq
Bu önemlidir. Kraska değil bu, boya değil. Bunu bir çox hallarda qarışdırırlar. İşığın, renkli işığın, işıq şüalarının bir-birinə qarışması vasitəsilə yeni rənglərin əldə olunmasıdır. Bir-iki dənə məntiqi və vacib məsələ deyirəm, diqqətlə qulaq asın və bunu mütləq yadda saxlayın. RGB sistemində kənarlara baxın, zəmin rəngi qara rəng götürülür. Əgər siz red, green, blue bu üç işıq şüasının üçünü də söndürəsi olsanız, bu zaman qara rəng monitorda formalaşır. Və misal üçün, siz qırmızı rəngi almaq istəyirsiniz, təkcə sizə qırmızı lazımdır. O zaman bu ikisini söndürə bilərsiniz. Və ya digər rəngləri almaqdan ötürü, məsələn, göyü almaqdan ötürü yaşılı və qırmızını söndürə bilərsiniz. Yəni, hansı rəng lazımdırsa, onu saxlayıb digərlərini söndürə bilərsiniz. Söndürə bilərsiniz deyəndə bu avtomatik baş verən monitorda və proqramlarda avtomatik baş verən bir prosesdir. Və kompüterdə bəli, bu məntiqlə işləyir. Burada belə bir neçə dənə vacib məsələ də var, onları da deyim. Baxın, bu 3 dənə işıq, ağ işıqdan parçalanmışdı axı. Təzədən bunların üçünü də ortaya baxın, Eyler-Venn diaqramı kimi bir şey formalaşıb burada. Üçünü də qaytarıb üst-üstə salası olsanız, orta hissə bu zaman ağ rəngi alınır. Bu green və red, qırmızı və yaşıl bunları qarışdıranda burada gördüyünüz hissə var, sarı rəngi alınır. Sarı rəng. Və ya blue və red bunları qarışdıranda bu bənövşəyə oxşayan magenta deyirlər. Bu rəng alınır. Və yaxud da blue və green bunların bu iki dənə işıq şüasını üst-üstə salanda siyan dediyimiz bu firuzəyi kimi bir rəng formalaşır. Birazdan bu rənglərlə bağlı biraz daha məntiqi formada yanaşmalar eləyəcəyik. Keçirik növbəti hissəyə. Monitorda rənglərin əldə edilməsi. Monitorda rənglər 3 əsas rəng, biraz əvvəl dedik, red, green və blue 3 əsas rəngin qarışması yolu ilə alınır və bu sistem RGB sistemi adlanır. RGB sistemində əsas rəngin hər biri 8 bitlə kodlaşdırılır. Yəni 8 bit əvəzinə 1 byte desək daha rahat olar da, düzdür? 1 byte. Yəni 1 byte bu, 1 byte bu, 1 byte bu. Ona görə də 1 piksel standart halda, adi halda yaddaşda 24 bit yer tutur və orta məktəb kitabında bu RGB sisteminə True Color-da deyiblər. Yəni 24 bitlə kodlaşdırmaq deyir ki, həmçinin True Color-da adlandırılır. O qədər də düzgün deyil, amma yenə də kitabda belə yazıldığına görə bu şəkildə yadda saxlayın. Məsələn, desək ki, RGB sistemində 1 piksel yaddaşda nə qədər yer tutur? Deyəcəksiniz ki, 24 bit. True Color-da 1 pikselin yaddaşda nə qədər yer tutur? Yenə də deyəcəksiniz 24 bit. Əsas rəng deyəndə, bəli, red, green, blue, RGB-nin əsas rəngləri deyəndə bu 3 dənə rəng başa düşülür. Bu rənglər də qarışdırılır, biri az, biri çox və digər rənglər də əldə olunur. Birazdan praktik olaraq göstərəcəm onları. Və RGB rəng kodları. Bu cədvəli orta məktəb kitabından götürmüşəm. Gördüyünüz kimi 1, 2, 3, 4, 5, 6, 6 da burada. Ümumi 12 dənə rəng adı burada verilib və bu 12 dənə orta məktəb kitabında verilən rəng adından, bax bu qeyd elədiyim neçə dənə oldu burada? 1, 2, 3, 4, 5 dənəsini məntiqlə yadda saxlamaq olur. Çox asandır və buradan da bu 3 dənəsini məntiq olaraq çox asan bir formada, birazdan qaydalarına baxacaq, çox asan formada yadda saxlamaq olur. Əzbərləmək lazım deyil. Bir dənə. Burada 1, 2, 3, 4 dənə rəng qalır. RGB sistemində 2 üstü 24 dənə rəng var, uşaqlar. 2 üstü 24 dənə. Yəni, bunu 2 üstü 12-nin üstündə 2 kimi fikirləşin. Bu 4096-nın kvadratı deməkdir, hə? 4096 vuraq 4096 sayda rəng var, yəni. Bütün mümkün olan o rəng kombinasiyalarının adları belə yoxdur. Ona görə düşünürəm ki, bax, bu qeyd elədiklərimi birazdan göstərəcəm. Məntiqlə tapmaq olur. Yerdə qalan o milyondan yuxarı rəngi əzbərləmək məntiqli deyil. Orta məktəb kitabında verilib, amma mən bunun imtahana düşməsini məntiqli hesab etmirəm.
11-ci siniflər bəzən imtahan qabağı soruşurlar. Deyirəm ki, məncə düşməməlidir, çünki çox məntiqsizdir. Niyə mən narıncının kodunu əzbərləyim ki? Onsuz da gələcəkdə misal üçün dizayn sahəsində, proqramlaşdırma sahəsində bu kodlar lazım olur. Çox istifadə olunanları avtomatik istifadə edib əzbərləyirsən istər-istəməz. Və internetdə RGB rəng kodları yazan kimi də cədvəllər çıxır. İstədiyin rəngin kodunu oradan kopyalayıb götürüb istifadə edirsən. Yəni burada sadəcə bu təməl 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə standart rəng var ki, onları sadə məntiqi ilə tapmaq olur. Onları bilin, digərləri düşünürəm ki, imtahana salmazlar yəni. Və indi gəlirik RGB rəng kodlarına. Uşaqlar, RGB rəng kodları bu önəmlidir. Standart halda 16-lıq say sistemi ilə göstərilir. Amma bir çox proqramlarda həmin rəng kodları onluq formatda da göstərilir. Niyə onluqda göstərilir? Çünki baxın, informatika ilə məşğul olan adamlar, məsələn, siz bilirsiniz də 16-lıq nədir, onluqla nə tip bir əlaqəsi var, 8-lik nədir, 2-lik nədir və s. Amma hər hansı bir insan tutaq ki, Photoshopda işləyir və ya başqa bir proqramda və ya Word-də də bu rəng kodlarını yazmaq olur, göstərəcəm PowerPoint-da, Photoshopda, hamısında var. Yəni, adamın say sistemləri heç lazım olmayıb da, işinə yaramayıb. Amma hal-hazırda hansısa bir rəngin kodunu yazmalıdır. Ona görə bəzi proqramlar insanlar üçün sadə olsun deyə onluq formatda kodları qəbul edir. Amma professional şəkildə olan yerlərdə, məşhur üst səviyyə qrafik redaktorlarda və ya proqramlaşdırma dillərində rənglərini işləyəndə rənglərin kodlarını yazırlar. Və standart olaraq 16-lıq say sistemində yazılır. Bu rənglərin qabağında olan diyez rəng kodu olduğunu göstərməkdən ötürü yazılan bir ifadədir. Testlərdə bunları görməyəcəksiniz. Amma şablon olaraq elə bil ki, kod yazanda və s. bir çox yerlərdə, həmişə yox, amma əksər hallarda bu diyezləri yazırlar ki, bilinsin ki, bu rəng kodudur. İndi uşaqlar, baxın, çox asan bir dənə üsul. Götürüb yazıram red, green, blue. Və əgər mən qırmızı rəngi almaq istəyirəmsə, bayaq şəkildə mən sizə demişdim, qırmızı rəngi yandırıram. Digər rəngləri də söndürürəm. Bax, sönən rəngləri, yəni həmin rəngin qarışıqda olmamasını göstərməkdən ötürü onların altına 0 yazıram. Qırmızıya da F yazıram. Eyni məntiqlə davam edirəm. Bu dəfə yaşıl rəngi, green-i yazacağam. Bura F-lər yazıram. Digərlərinə də 0 yazıram. Yenə eyni məntiqlə davam edirəm. Bunu almaq istəyirəm. Bura F-lər yazıram. Digərlərinə də 0-lar yazıram. Beləliklə artıq mən həmin rəngi almış oluram. Ümid edirəm ki, bunların məntiqini başa düşdünüz. Birazdan suallarda gələcək bunlar. Amma indi bir də belə bir şey var. Axırda iki dənəsinə baxın. Ağ və qara. Bunları necə yadda saxlayaq? Bayaqki şəkildə mən sizə demişdim, zəmin rəngi qaradır. 0 bütün işıqları söndürdün deməkdir. Zəmin rəngi qalır, qara. Hamısını yandırsan FF. Bu red, green, blue hardan parçalanmışdı? Ağ işıqdan parçalanmışdı, düzdür. Tərs reaksiya kimi fikirləşin. Ağdan parçalanıb 3 yerə parçalanmışdılar. İndi təzədən bunları qaytarıb birləşdirirsən, üst-üstə salırsan. Yeni şəkildə də var idi bayaq ki. Ağ rəng əldə edilmiş olur. Beləliklə 1, 2, 3, 4, 5 dənə rəngi sadə məntiqlə bu şəkildə kodlarını müəyyənləşdirmək olur. Yəni, baxın, bunları heç bir şəkildə əzbərləməyə ehtiyac yoxdur. Red, green, blue, ağ, qara heç bayaq dediyim məntiqlə yadda saxlayın. Hamısı 0, qara, hamısı F, ağ. Məsələn, tutaq ki, yaşıl rəng lazımdır, tez yazırsan. Red, green, blue, yaşıl rəng. Bunun altına F-lər, digərlərini də yazırsan 0-lar. İndi uşaqlar, ümid edirəm ki, bu hər kəs üçün aydındır. Biraz riyaziyyata gedirik. Biraz riyazi yanaşma eləyəcək. Amma bu çox önəmlidir. Çətin deyil, amma önəmlidir. Baxın, dedik ki, red, green, blue. Burada hər bir piksel yaddaşda 24 bit yer tutur. Ümumi 8 bu, 8 bu, 8 bu və ya daha rahat olsun deyə 1 byte, 1 byte, 1 byte şəklində götürə bilərik. İndi biraz say sistemləri ilə bunu bağlayacaq. RGB yazmaq istəsək necə yazacaq? Heç anlamadım sualı Nihat. Deməli, baxın uşaqlar, bu qırmızı rəng üçün ayrılan hissə, yəni hər bir ana rəng üçün ayrılan hissə 1 byte-dır. 3-ü bir yerdə olur 3 byte. Yaxşı, 1 byte nə deməkdir? 1 byte 8 bit deməkdir. 8 bit nə deməkdir? 8-dən 0-1 deməkdir.
8 dənə 0,1. 8 dənə 0,1 ilə yaza biləcəyin ən böyük ədəd ikili ədəddən söhbət gedir də. 1, 2, 3, 4, 5, 6, 7, 8 bax budur. Əgər sən bunu 4-4 qruplaşdırıb 16-lıq say sisteminə keçsən, FF alırsan. 16. Bax, bayaqdan burada bu dediyimiz FF-lər bunlardır. Yəni, əslində say sistemi dayanır bunun təməlində. Hər bir rəng üçün yaddaşda 8 bit ayrıldığına görə, 8 bitində maksimum dəyəri bu olduğuna görə, hər bir rəngin ala biləcəyi maksimum qiymət budur. Bunda onluq qiyməti 255-dir. Yaxşı, bəs minimum qiymət də budur. 8 dənə 0. Belə. Bunda yenə 4-4 qruplaşdırıb 16-lıqda da belə yazırlar. 0-0. Onluqda sadəcə 0 yazırıq. Və bir dənə önəmli məsələ. Burada mütləq şəkildə bax, kodları yazanda 8 dənə 0-dırsa 8 dənə 0 yazmalısan. Bunları azaltmaq, dəyişdirmək olmaz. Kod yazanda heç bir ixtisar eləmirik. İndi uşaqlar, mən burada bir balaca kənara çıxma eləyəcəm. PowerPoint, Word, Excel hər hansı bir yerdə eləmək olar. Bu rəng kodları ilə bağlı sizə göstərmək istəyirəm. Baxın, götürdüm bir dənə buradan çəkdim düz bucaqlı. Gəlirəm, bax burada içinin rənglərini, buradakı şablon rənglərdən seçə bilərsiniz. Amma mən sizə RGB-ni göstərmək istəyirəm də. Ona görə gəlirəm bura More, Fill Colors deyirəm və belə bir pəncərə gəlir. Siz Zoom-da hal-hazırda bu hissəni yaxınlaşdıra bilərsiniz daha yaxşı görməkdən ötürü. Şəkli böyütdüyünüz kimi böyüdün, istəyirsiniz daha yaxşı baxın. İndi tutaq ki, istəyirəm ki, mən bunun içi red, green, blue. Bunun içi qırmızı olsun tam olaraq. Qırmızının kodu FF0000. Onluq sayı sistemində yazsaq, FF 255-dir. 255 0-0-dır. İndi baxın, bu pəncərədə mən görürsünüz yuxarıda red var. 255 yazıram bunun yerinə. 21 əvəzinə. Bura 255 yazıram. Gəlirəm bura. Bura 0 yazıram. Gəlirəm bura. Burada 0 yazıram. Yuxarıda new yazılan hissə var. Bax, əldə elədiyim rəngi göstərir. Aşağı hissəyə də baxsanız, burada FF0000 formatını öz avtomatik yazdı. Və OK deyəsi olsam, artıq bunu qırmızı rəngi əldə eləmiş olacam. İndi təzədən gəlirəm bura, daxil oluram, yenə custom-a keçirəm. Məsələn, indi nə alaq? Yaşıl rəngi alaq. Bunu gəlib 0 eləyib, bunda 255 eləyəsi olsaq, bu zamanda yaşıl rəngi əldə eləmiş oluruq. Yəni, sadə ofis proqramları kimi sadə proqramlarda da bunu göstərdiyim formada praktik olaraq yoxlaya bilirsiniz. Belə. Bunu göstərdim ki, daha rahat şəkildə yadınızda qalsın. Davam edirik. Suallarımız gəlir. Uşaqlar, niyə belə zəif? Green, red, green, blue yazdıq. Bunu almalıyıq. Bura F-lər, buralarda sıfırlar. Bu çox sadə bir şeydir axı. Hansı rəngi almaq istəyiriksə, onun altına F-lər, digərlərinə sıfırlar. Mavi rəngin kodu. Buralara F, o birislərə sıfırlar.
Əgər ikili sayı sistemində soruşsa budur. 8 dənə 1. Bayaqlarım dedim 1 byte, yəni 8 bit, onda maksimum dəyəri budur. Bunu 16-lıqda soruşsa FF, biraz əvvəl yazdım PowerPoint-da da sizə göstərəndə, 10-luqda da soruşsa 255. Hamısı F olanda ağ rəng, hamısı 0 olanda isə qara rəng alınır. Hə, indi gəldik SMYK rəng modelinə. Deməli, çap zamanı rənglərin əldə edilməsi üçün istifadə olunan sistem SMYK-dır. Birinci növbədə RGB və SMYK-nın fərqlərini yadda saxlamalısınız. RGB, bayaqdan danışırıq, monitorda, ekranda, burada da şəkildə verilib onsuz da, rənglərin əldə olunma sistemidir. SMYK isə printer, çap rəngləridir. RGB-də 3 dənə rəng var idi, hər biri 1 baytdan, hər piksel yaddaşda 3 bayt. SMYK-da isə qəbul olunur ki, 4 hərf var axı. Hər biri 1 baytdan 4 bayt və ya 32 bit hər bir piksel yaddaşda yer tutacaq. SMYK ilə bağlı biraz problemlərimiz var. Məsələn, orta məktəb kitablarında ayrı-ayrı siniflərdə bu SMYK-nın rənglərini siyan, magenta, yellow və bu K, black-in K-sıdır. B hərfini qoymayıblar ki, RGB-dəki bulunun B-sı ilə qarışmasın. Ona görə bu qaranın sonuncu hərfini burada götürüb qoyublar SMYK sisteminə. Və ingiliscə olan formalarına, testlərə diqqət edin. Məsələn, magentanı kitablarda bənövşəyi, səhrayı, sırğa çiçəyi belə fərqli adlarla veriblər. Yəni, ona görə tərcümədə biraz problem var. Amma düşsə, imtahanda da olsa, böyük ehtimal ki, ingiliscə adları da verəcəklər. SMYK-nın köhnə versiyası olub. SMYK bundan əvvəl belə olub. SMY. Yəni, burada bilirsiniz proses necədir, uşaqlar? Siz bunu televizorda olsa görmüsünüz. Rəssamlar kraskanı, boyanı qarışdırırlar, ayrı-ayrı rəngləri qarışdırırlar və fərqli rənglər alırlar. Burada artıq işıq şüası yox, kraskadan, boyadan söhbət gedir də. Bax, SMYK sistemində budur. Printer bu 4 dənə rəngi götürür, hərəsindən biraz istifadə edir və ya ikisindən və ya təkcə birindən bəzi hallarda və hansısa bir rəngi əldə edir. Yəni, kraskanın qarışdırılması metodu ilə fərqli rəng çağrılarının əldə olunması sistemidir SMYK. Köhnə formatı SMY şəklində idi. Baxdılar ki, burada sadəcə qara rəngi yaxşı əldə eləmək olmur. Yəni, bu 3 dənə rəngdən yaxşı qara rəng alınmır. Ona görə sonradan dedilər ki, qara rəngi də bura ayrıca bir rəng olaraq əlavə eləyək və ondan sonra da indi SMYK dediyimiz model ortaya çıxdı. Qara rəng əlavə olunana qədər bütün rəngləri almaqdan ötürü siyan, magenta və yellowdan istifadə olunurdu. Yəni, bu 3 dənəsi bir-birinə qarışıb, bir-birini tamamlayıb digər rəngləri yaradırdı deyə bunlara tamamlayıcı rənglər deyirlər. Orta məktəb kitabında qeyd olunub, ona görə yadda saxlayın. SMYK sistemindəki ilk 3 dənə rəng tamamlayıcı rənglər adlanır. Belə. Və təməl anlayış RGB işıq şüaları, SMYK kraskanın qarışdırılması. RGB monitor rəngləri, SMYK çap rəngləridir. Hə. İndi uşaqlar, burada bunun yadda saxlama məntiqinə diqqət edin. Bax, bizdən istəyə bilər. Deyə bilər ki, SMYK-da olan rənglər var, siyan, magenta, yellow. Bunların RGB kodları nədir? Baxın, birinci, siyan. Bunun kodu. Magentanın kodu. Sarının kodu, qaranı usta bilirdik. Burada bir dənə tərs məntiq istifadə edəcəksiniz. Belə edirsiniz. Yazırsınız SMY. Hansı rəngi almaq lazımdır? Siyan. Götürürsünüz. Bunu almalıyam da düzdür. Bunun altına sıfırlar qoyub tərs məntiqdir. Bayaqkinin tamamilə tərsi.
Normalde bizim burada yazdığımız RGB kodudur. Ama siz ne inirsiniz? SM'ye yazırsınız. Yadda saxlama metodudur bu. SM'ye yazdınız. Hansı rəngi almaq istəyirsiniz? Siyan. Onun altına sıfırlar və digərlərinə də F-lər yazırsınız. Nəyi almaq lazımdır indi? Misal üçün magentanı almaq lazımdır. Gəlirsiniz magentanın altına sıfırlar yazırsınız. Digərlərinə F-lər yazırsınız. Bu oldu magenta. Eyni məntiqlə tutaq ki, yellow, sarı rəngi almaq lazımdır. Bu dəfə gəlib axıra sıfırları yazırsınız və yerdə qalanları F-lərlə doldurursunuz. Düşünürəm ki, bunu da rahat yadda saxlaya bilərsiniz. RGB-nin tərsinə işləyir. SM'ye yazdınız, nəyi almaq lazımdır? Sonra sıfırları yazacaqsınız. SMY 3 dənəsindən ötürü. Bu da belə bir məntiqdir. Gəlin bunu buradan təmizləyək və bayaqki faylı saxlamışam burada, bağlamamışam. Məsələn, orada magenta ilə yellow, sarı rəngi, bu ikisini bir sürətli şəkildə göstərim sizə ki, tam yadınızda qalsın. Buradan gəlirəm, yenə RGB-yə keçirəm. Magentanı almaq istəyirəm. Təzədən sağ tərəfdə yazacağım. SMY yazdım. Bunu almaq istəyirəm. Magentanı. 00 FF FF. Və deməli, indi onluq formatını yazacağım bura. FF-in yerinə 255, ortada 00 var. Bunun yerinə 0. Burada 255. Aşağı tərəfdən baxın. 16-lıq versiyasına FF00 FF yazdı. New hissəsində də var. OK vursaq, birbaşa magentanı almış olacaq. Bir dənə də sarı ilə bunu yoxlayaq. Sarıda da sıfırları ən axıra qoyursunuz. Buralara da F-ləri yazırsınız. Və indi yenidən gələk bu rəng paletinə. Və 255. Bax, hamısını 255 yazdım deyə ağ rəng alındı. Axırıncını da sıfırladıq. New hissəsində sarını görürsünüz. Aşağıdan da kodunu görürsünüz. OK vurdum və rəng hazırdır. Belə. Bu da SMY, siyan, magenta və yellow. Bu rəng kodları üçün məntiq. Beləliklə artıq məntiqlə yadda saxlamalı olduğumuz bütün rənglərə baxdıq. RGB monitor, SMYK çap rəngləri. Qara rəngin RGB kodu. Hamısı 0. Niyə səhv yazdıq ki, uşaqlar? Hamısı F olanda ağ, hamısı 0 olanda qara. 0, 0, 0, 0, 0, 0. Qara bir dənə rəngdir də. İkisi deyəndə nəyin ikisi? RGB-dəki qara ilə SMYK-dakı qara niyə fərqli olsun ki? Onsuz da qara rəngin RGB kodunu istəyir də. SMYK kodu deyə bir şey yoxdur ki. Biz ancaq RGB kodları yazmışıq. Bizim yazdığımız bütün kodlar RGB-dir. RGB, SMYK kodu deyə bir anlayış yoxdur. SMYK-da olan rənglərin RGB kodlarını yazırıq. SMYK-nın kodu olmur ümumiyyətlə. Orada rənglərin qarışımı faiz ilə göstərilir adətən. Hansı rəngdən neçə faiz printer götürdü, qarışdırdı belə.
SM'ye yazdıq. Magenta lazımdır. Magentanı sıfırlayıb yerdə qalanları F-lərlə doldururuq. Yenə standart SM'ye yazdıq. Sarını almalıyıq. Bura sıfırları yazıb, yerdə qalanlarına da F-lər yazırıq. Hə, uşaqlar, sadəcə nəzəri bir məlumat var burada. High Color rəng sistemi. Bayaq True Color var idi, 24 bit. Burada High Color. Orta məktəb kitabında olan bir məlumatdır. Hər ehtimala qarşı bilin, birdən imtahanda çıxar. Təsvirin hər pikseli 16 bitlə kodlaşdırılırsa, bu sistemi High Color deyirlər. Rəng çağrılarının sayı da standart 216 olur. RGB-dən daha zəif bir rəng sistemidir. Yəni, çox belə izah olunması bir şey deyil onsuz da. Bu, səs vermədir uşaqlar. Düzgün yazın. Yəni, nə yazdığınız önəmli deyil, əsas düzgün yazın. Xal vermir onsuz da bu. Uşaqlar, Udemy-də 2 dənə mövzu ilə bağlı video var. Ona da baxsaz, yəni olsun 70% də yaxşıdır, problem deyil. Yəni əvvəlcədən yəqin ki, videolara baxmamısınız. Yəni lap 50-dən yuxarı da başa düşsəz, biraz videolar, biraz PDF-dən istifadə edib, sonra testlərindən 100%-ə onu gətirib çatdırmaq olar. Kompüter qrafikası çətin bir mövzu deyil. Saat 22:20-dir uşaqlar. Sınağımız da artıq başlayıb. Nəsə, nəticələrimizə baxaq. Bir 10 dəqiqə istirahət edib sınağı yazmağa başlayarsınız. Baxaq bir 5-liyimizə. Kimlər var? Alsu. Rəhman. Və Uğur. Üçlüyümüz Aytaz və Kamal, bilmirəm, görə bilmədim, növbəti yerlərimiz. Belə uşaqlar, videonu saxlayım.